Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun oğlu Məhəmməd Pənahovun həyat yoldaşına qarşı zorakılığı barədə sensasiyon xəbər şok effekti yaratdı. Təkcə ona görə yox ki, zorakılığı törədən şəxs ölkədə tanınmış şəxsin övladıdır. Həm də ona görə ki, döydüyü dəhşətli zorakılığa məruz qoyduğu qadın həyat yoldaşıdır və üstəlik hamilə olub. Nəticədə qadın övladını itirib. Məhəmməd Pənahovun törətdiyi hadisənin xəbər yükü də ilk növbədə bir qadına qarşı törədilən zorakılıqdır. Daha sonra isə onun məhz Məzahir Pənahovun övladı olması diqqət çəkir. Amma bütün bunlara, oğlunun törətdiyi əməllərə görə Məzahir Pənahovun əlbəttə ki, heç bir məsuliyyəti yoxdur. Burada əsas məsələ Pənahovun heç bir yerdə işləməyən oğlunun Amerikada, özü də bu ölkənin ən bahalı bölgələrindən olan Los Angelesdə yaşadığı dəbdəbəli həyatdır. Cütlük kifayət qədər lüks həyat şəraitinə malik olub. Oğul Pənahovun həyat yoldaşına qarşı zorakılığının səbəblərinin də dəbdəbəli həyatın yaratdığı pis vərdişlərdən qaynaqlandığı deyilir. Yayılan xəbərin yaratdığı ikinci sensasiya məhz budur. 2022-ci ildə Bakıda ailə həyatı quran oğul Pənahov Amerikaya köçüb və Los Angelesdə yaşamağa başlayıb. Heç bir iş yeri, məşğuliyyəti, qazanc mənbəyi olmayıb. Lakin bu onun Los Angelesin nüfuzlu Bel Air bölgəsində Hollywood ulduzlarının qonşuluğunda 2 milyon 35 min 400 dollara dəbdəbəli villa almağına maneçiliyi törətməyib. Los Angeles Hollywood ulduzlarının yaşadığı Bel Air bölgəsi və 2 milyon 35 min 400 dollarlıq villa. Britaniyanın Halifax, NatWest bankları, Amerikanın bankları, eləcə də Dubayda heç vaxt boş olmayan bank hesabları. Bu arayış bütün diqqəti məhz Məzahir Pənahovun üzərinə yönəldir. MSK sədri Pənahovun aylıq vəzifə maaşı 3000 manatdır. Uzun illər fəaliyyət göstərdiyi postun yaratdığı müəyyən üstünlüklər də ola bilər. Misal üçün, dövlət mükafatları, çoxillik iş təcrübəsinə görə mükafatlar və s. Amma Pənahovun aylıq maaşı və rəsmi şəkildə əldə edə biləcəyi maliyyə imkanları Los Angelesdə 2 milyonluq villa almasına yetərli ola bilməz. Hesablamağa çalışaq. Məzahir Pənahovun aylıq maaşı 3000 manatdırsa, oğlunun aldığı 2 milyon 35 min 400 dollarlıq villanı almaq üçün yemədən, içmədən 679 ay işləməlidir və bu 56 il 8 ay edir. 74 yaşlı Pənahov 2000-ci ildən MSK-nın sədridir. Belə bir hesablama bütün riyazi məntiqi alt-üst edir. Məzahir Pənahovun oğlunun hamilə arvadını döyməsi xəbərində ikinci, əslində əsas sensasiya da məhz burada gizlənib. Atası 3000 manat maaş alan, özü heç bir yerdə işləməyən oğul Pənahov 2 milyonluq villanı necə alıb? Ümumiyyətlə, oğul Pənahov Amerikada işləmirsə, orada biznesi yoxdursa, niyə və hansı vəsaitlə Los Angelesdə ən bahalı məhəllədə yaşamalıdır? Sualın cavabı varmı?